Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Lakşin, insan psixologiyası metodistidir. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanlar var, daimi olaraq hər hansı bir müvəffəqiyyəti evlənməkdə tapırlar. Amma bəzən evlənirsən, itirirsən. Gəncliyini, həmin müddətini, yaxud o yaşda olan enerjini. Yəni, getdin sən, doğdun, döydün. Bu müvəffəqiyyət deyil ki. Təbii ki, indi ailə qurmaq bir yana, amma əgər şəxsi inkişaf planlamasının qarşısına bənd atıb boş-boş yerə evlənməyə qaçırsansa, deməli sən səhvsən, yaxud zəifsən. Çünki əsas güc enerjidən qaçırsan, asanda, çətindən. Çalışın ən azından şəxsi karyera qurduqdan sonra bu yola addım atın. Yoxsa boş bir həyat yaşadığınızın zamanla fərqinə varacaqsınız. Və həmçinin əksər insanlar, qadın, kişi, qız, oğlan, fərq etməz. Təhsilsiz formatda, əgər ailə qurmağa qaçırlar, səhər uşağı gəlib ona hər hansı bir fəndən sual verib, sualın cavabını tapa bilməyəndə, kül sənin baş və sənin boy verə toxum olmaz olsun bu tipli valideyn kimi düşüncələr. Sən get cavanlıqda nakiş ancaq arağın, içkinin, küçədə tinlə gəzməyin, sonra gəlsin evindəkilərlə bir qız tapsın, yaxud qız olsun, boş-boş həyat sür, təhsilsiz, ancaq bir evlənmək planı kimisindən və ən axırda gəl uşağının yanında sən üzü qara qal. Ən azından təhsil metaforizmini formalaşdırmaq lazımdır. Sonra şəxsi karyera planlamasından sonra ailə qurmaq. Təbii ki, kimdir ki, sən xəstəsən, dəlsən, yaxud gicsən, evlənmək pisdir, belə elə. Xeyr, sadəcə planlı şəkildə karyera, təhsil, savad, plan olduqdan sonra ikinci yolda. Yoxsa bilirsiniz, qalan boş şeydir. Səhv düşüncələrdir. Anidən evlənmək fikri. Seanslarımız da yəni və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi, məlumat verə bilərlər.